Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası sayəsində metodist. Bugünkü mövzumuz subaylıq yoxsa ailə qurmaq. Ümumən, ən qlobal problemlərdən biri də bundan ibarətdir ki, insan hər zaman və xüsusən yaşadığı problemlərdən qaynaqlanan səbəblərə görə subaylığı hər zaman evlənməkdən, yəni ailə qurmaqdan bir plus üstün tutur. Ailə daxili gələcək baş verən problemlər, söz-söhbətlər, hər hansı bir öz uşağının, gələcəyi öz övladının və yoldaşının hər hansı bir, yəni ailəsinin maddi və mənəvi xərclərini qarşılaya bilməyəcəyini və söz-söhbətdən qaça biləcəyini və tez-tez problemlərlə üzləşə biləcəyini göz önündə gətirərək subaylığa hər zaman evlənməkdən daha bir üstün tutur. Əgər insan bəs nə üçün ailə qurursa və nə üçün sevdiyi bir şəxslə ailə qurmalıdır, kimsənin bağlantısı ilə, kimsənin tanışlığı ilə ailə qurmamalıdır, bəs nəyə görə? İnsan heç zaman sonradan yad bir şəxsi sevə bilməz. Yəni, yad bir şəxslə sevgi yarana bilməz. Sevgi yaranırsa, əvvəldən olmalıdır. Və sonradan yad bir şəxslə, tutaq ki, sənin anan gəldi, sənin bir qız şəkli göstərdi, hər hansı bir oğlanı tanış elədi öz oğlu ilə və hər hansı bir oğlanı ilə anası və ya eynin əksinə qızına. Və sonradan yad bir şəxslə zamanla sevgi yaranmır və hər iki tərəf qarşısından çıxacaq ailə qurandan sonra istəmsizcə birinə qarşı bir sevgi yaranır. Halbuki həmən şəxslə evlənəcəkmiş. Belə deyə qismət olmuş. Və nəticədə ortada xəyanət yaranır. Və ailə qurmaq, X şəxs, evlənmək bitdi. Su boşanırlar. Deməli, insan əgər heç bir yaşandığı həyat boyunca sevgini, istəyi dadmayıbsa, kimsə ilə evlənməsin, ailə qurmasın. Yəni, uşağı olacaqmış uşağa görə və ya ailəsinin yox evlənməlisən kimi heyatlar olacaqsa, zaten zaman keçsin ayrılacaqlar. %99%. 1% ehtimal ondan ibarətdir ki, təsadüfən bir-birlərini hər hansı bir xasiyyətinə görə sevə bilərlər. O da çox nadir hallarda. Ona görə insan hər zaman, əgər biri ilə ailə quracaqsa, mütləq şəkildə içində az da olsa, yəni çox belə cüzi də olsa, sevərək. Yəni, istəyərək, sevgi ilə. Çünki sevgi olmasa, sən onun heç bir problemlərinə qarşılaşa bilmərsən. Əsəb, gərginlik, problem, söz-söhbət və salam. Bitdi, getdi. Artıq istəmirəm səni. Çünki sevirəm axı. Niyə sən istəyim? Amma sevirsənsə, sən onun müəyyən problemlərinə düşürə bilərsən. Və heç zaman doğrudur. Təbii ki, subaylıq da tam olaraq %100 doğru deyil. Təbii ki, insan daima keçmişdən deyilən bir ifadə var, qulaq dostu deyirlər. Hər zaman yanında olacaq, onun söz danışacaq, bir dərdləşəcək bir adam istəyir yanında. Əgər o dərdləşəcək adam həqiqətən yoxdursa, evlənməyə, ailə qurmağa dəyməz. Yox, əgər o hissi datmısansa, çox gözləməyin də bir mənası yoxdur. Çünki hər şeyin, hər yaş dönəminin özünün bir ardıcıllığı var, özünün bir, belə deyək, sevgi tərəfi var. Təbii ki, yaş getdikcə sevgi düzdür, tam itmir, amma azalır və hissəsini hörmət ordur. Ona görə sevməyən insanlarda zaman keçdikcə mən səni sevmirəm, səni hörmət istəyirəm. Çünki sevmirəm axı, içdən gəlmir hörmət eləmək. Amma sevirsənsə hörmət eləməlisən. Çünki istəmsiz daha edirsən. Xülasə, İnsan əgər subaylıqla evlənmək arasında qalıbsa, mütləq şəkildə kimsənin tanışlığı ilə yox, özünün içindən ürəyini oxuya biləcək insanla bu yola çıxmalıdır. Bu qədər. Suallarınız olduğu təqdirdə və ya psixoloji dəstəklə bağlı şərh bölməsini yaza bilərsiniz və suallarınızı soruşa bilərsiniz.